Dua çox böyük bir əzəmətli ibadətdir. Yəni, necə ki, Allah Rasulü s.ə.v deyir, dua huvə ibadə. Yəni, dua elə o ibadətdir. Bu, onun nəyinə davet edir? Yəni, əzəmətliyinə. Ona görə ki, duadan başqa da ibadətlər var. Amma onun əzəmətliyinə davet edir. Və o ibadətlərin ən yaxşılarına, növ baxımından. Necə ki, hədisdə Allah Rasulü s.ə.v deyir, dua huvə ibadə. Necə ki, deyir, dua o elə ibadətdir. Allah subhanahu wa ta'ala Qafir surəsinin 60-cı ayəsində deyir ki, وَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِلِينَ. Bu da Qafir surəsi 60-cı ayədir. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Yəni, fikir verirsiniz, Allah subhanahu wa ta'ala da burada duanı ibadət adlandırdı. Düzdürmü? Deyir, mənə dua edin, mənə cavab verin. Sonra nə deyir Allah subhanahu wa ta'ala? Mənə deyir, ibadətdə təkəbbür göstərənlər. Yəni, ümumiyyətcə ibadət edir burada, amma xüsusi olaraq duadır. Yəni, çünki deyir, وَقَالَ رَبُّكُمُ دُعُونِي mənə dua edin. Düzdürmü? Deməli, dua ibadətdir. Və burada Allah subhanahu wa ta'ala əmr edir dua eləməyə. Və həmçində ki, vəd verir o duaya cavab verməyə. Deyir, dua eləyin və mən də ona cavab verim. İnnəl-ləzīnə yəstəqbirun ən ibadəti. Bu hissəsi nədir? Hansılar ki, mənə ibadət eləməkdə təkəbbürlük göstərirlər. Təkəbbürlük bu ona dəlildir ki, yəni dua ibadətdir. Yəni, fəsəmmə ibadə. Allah subhanahu ta'ala ibadət adlandırdı. Və həmçində ki, hədis bu ibadətlərin ən əzəmətli növlərinə dəlalət edir. Ona görə ki, necə bilirsiniz, ibadətin çoxdur çoxlu növləri var. Amma baxsaq, məsələn, Allah Rasulü s.ə.v başqa bir hədisdə deyir ki, Əl-həccu Arafə. Deyir, həcc deyir, Arafadır. Bəyən Arafadan başqa həccin ərkanları yoxdur, əlbəttə ki, var. Sadəcə olaraq o Arafa onun ən əzəmətlisidir. Yəni, ən mühümüdür. Ona görə ki, onun başqa ibadətləri var, başqa rukunları var. Sadəcə olaraq həccin ən əzəmətli ibadətləri Arafadır. Yəni, Arafada dayanmaq. Və həmçindəki dua. Duadan başqa da ibadətin növləri var. Sadəcə Allah Rasulü s.ə.v-in burada deməsi ki, Əd-dua huvə ibadə, bu ona dalət edir ki, dua əzəmətli bir ibadətdir. Bu da ki, Allah Rasulü s.ə.v-in sözsüz ki, bu sözü duanın fəzilətinə dəlalət edir. Və həmçində ki, müsəlman nə etməlidir? Bunu çoxaltmalıdır, duanı. Ona görə ki, Allah subhanahu wa ta'ala əmr edir. Allah əmr edir. Deyir, وَقَالَ رَبُّكُمُ دُعُونِي mənə dua eləyin. Əmr edir ki, Allah subhanahu wa ta'ala dua eləyəsən. Dua eləyəsən, bəli. Və bu da ki, Allah subhanahu wa ta'ala'nın rəhmətindəndir. İnsanlara olan rəhmətindəndir. Müsəlmanlara, möminlərə olan rəhmətindəndir ki, Allah subhanahu wa ta'ala bizə bu şey əmr eləyib və bizə bunu veribdir. Və həmçində ki, və vəd verib ki, kim ona kim ona dua eləyərsə, ona cavab verər. Və sənin nəsə ehtiyacın var, nə etməlisən? Allah subhanahu wa ta'ala istəməlisən. Fərqi yoxdur. Fərqi yoxdur. İstər balaca bir şey olsun, istər də ki, böyük olsun. Hər bir həzətini Allah subhanahu wa ta'alədən istəyəcəksən. Amma kim ki, bundan uzaq olar, yəni Allah subhanahu wa ta'alənin ona ehtiyacı yoxdur. Onunla nə edəcəkdir? Onunla özünü zərər uğrayan o şəxs olacaqdır. Hansı ki, dua eləmir.